Bugünkü mövzumuz özümü necə bağışlaya bilərəm sualı mövzusundadır. Əgər özünüzü bağışlamaq istəyirsinizsə və daxili tənqidi səsiniz buna imkan vermirsə, bu videodakı qeyd etdiyim addımlardan istifadə edərək iç huzurunuzu hiss eləyə bilərsiniz. İlk olaraq bağışlamaq nədir? Bunu aydınlaşdırmanızı istəyərdim. Çünki hər bir insan üçün bağışlamaq fərqli anlamlar ifadə edə bilər. İkinci olaraq, hansı mövzularda özümü bağışlamalıyam? Siz artıq problemləri aşkara çıxarmış olacaqsınız. Üçüncü addımda bu mövzular mənə və başqalarının həyatında necə təsir edib və hazırda da necə təsir göstərir sualını verə bilərsiniz. Dördüncü addımda daxili tənqid edən hissəm nəyə görə bağışlamaq istəmir? Burada biz daxili tənqid edən səsimizə müqavimət göstərmirik. Əksinə onu anlamağa çalışırıq. Bizə nəyi demək istəyir, nəyə görə sizi incitməyə çalışır, bunu öyrənməyə çalışırıq.